Əziz izləyicilər, əziz tələbələr və şagirdlər, bugün riyaziyyat sevərlər üçün növbəti dərsimizi keçirik və mən burada sizlər üçün müxtəlif tipli maraqlı məsələlər həll edəcəm. Məsələ 1. 100 mənzilli binada mənzil nömrələrinin, rəqəmlərinin cəmi eyni olan mənzillər ən çoxu neçədir? Həlli. Deməli, binada 100 mənzil var. Rəqəmləri cəmi eyni olanların içərisində ən çox olanlar hansılardır? Birdən tutaq ki, 1 olanlar olur 1, 10, rəqəmləri cəm 100. Bunlar rəqəmləri cəm 1 verir. Deməli, onda 7-dən başlayaq, arta gedir. 7-nin özü 16, 25, 34, 43, 52, 61, 70, 8 olanda alıram 8, 17, 26, 35, 44, 53, 62, 62, 71, 80. 9 olanda alırıq 9, 18, 27, 36, 45, 54, 63, 80, 9, 80, 72 və 81, 90. 10 olanda alıram 19, 28, 37, 45, 46, 46, 55, 64, 73, 82, 91, rəqəmlər cəmi 11 olanda 29, 38, 47, 56, 65, 74, 83, 92. Deməli, burada rəqəmlər cəmi sayı oldu 8, 9, 10, 9, 8 və ən çoxu 10 oldu. 10 olanlar da 10 olan rəqəmləri cəmi 9 olanlar ən çox olur. 10 dənə olur. 10 dənə rəqəmləri cəmi 9 olan 10 dənə 10 mənzil var.